Növbəti mübahisə yaradan sözlərdən biri sulanmaq sözüdür. Sözün kökü nədir? Su. Sudan sulamaq, sulanmaq. Baxır, hansı sulanmaqdır? Deyirəm ki, meyvə ağacları və yaxud əkin sahəsi sulandı və yaxud suvarıldı, heç bu rahatdır. Sulandı, bağ sulandı, bağça sulandı. Suluyursan, sonra sulanır. Bir də hansı mənası var? Məsələn, deyirsən kebab sulan. Kebab bişəndə görmüsünüz, acımızsa, bilirəm. Nə gedər, uf. Kebab bişəndə, bax, işə fikir verin, ət çiğdə axı. Kebab bişdikcə, neyinir? Su çıxır onun canından. Su çıxır və sulanmış olur o. Düzdürmü? Və kebabı sulamırıq axı. Su səpirik, duzlu su səpirlər. Onu kömrə səpirsən. Ona görə kebab sulandı deyəndə sulamaqdan yaranmadığı üçün ona da nə deyirik? Məlum növ deyirik. Məlum növ. Sonra bir də deyir ki, gözlərim sulandı. Çalışın feilin növlərini şəkilci ilə tapın. Birinci qayda şəkilci orada olmalıdır. İkinci qayda isə qrammatik, yəni ikinci qayda isə artıq subyektdə, yəni o sözün qaydasına, feilin qaydasına görə tapacaqsın. Amma birinci işin nə olmalıdır? Birinci vacib məsələ şəkilci orada var, yoxsa yoxdur. Ondan sonra artıq mənasına baxacaqsan. 1. Deyirəm gözüm sulan, su sözün kökü. Gözü fıs-fısla götürüb suluyurlar belə, bir dənəcə gözünü suluyub, moyka şılağını tutub belə. Eləmi suluyurlar? Xeyr, göz sulananda yaş öz-özünə axır. Və yaşın öz-özünə axmağı işi öz üzərində görən növ kimi düşündürüb sənə qayıdış növ deməyə işarə verir. Amma sən ona qayıdış demə, sən o yalana inanma, o tələyə düşmə. Çünki sulandı deyəndə, gözüm sulandı deyəndə, sözün kökü sudur, sudan su lan. La deyil, lan şəkilçisi ilə də ancaq məlum növ olar, ancaq məlum növ. Başqa bir şey olmaz. Qutardı, getdi. Vəssalam, bitdi. Sulanmaq sözü ilə ancaq məlum növ olar. Yəni, lan şəkilçisi ilə ancaq məlum növ olar. Ağıllandı, sonra sullandı. Vəssalam, bu cür. Sonra, bu belə. Bu da olacaq nə məlum növ? Gözüm sulandı, məlum. Kebab sulandı, məlum. Əkin sahəsi sulandı. Bu olacaq nə? Deməli, məhsul növ. Qısası qayıdış olmur sulanmaq.